Avustralya'da bir genç var idi. Müslüman ailesinde doğmuştu. Allah'tan uzak düşmüştü. Çok zengin idi. Büyük şirketlerin sahibiydi Avustralya'da. Yani 20 yaşında artık bunun Ferrari'leri ağ renkte, kırmızı renkte. Saat koleksiyaları onda dolaptaydı yani. Saatlerinin sayını yitirmişti. Saatlerdeki 10 bin ile 100 bin arasında. Ayakkabı koleksiyaları. Dünyanın en böyle zengin markalarını istifade edirdi. Allah'tan uzak düşmüştü. Geceleri barda, kulüpta vesaire, içki badeler vesaire. Günlerin bir günü çok güçlü bir sancı hissedilir. Gelir hekime ve yoklama esnasında məlum olur ki, bunda xərçəngdir. Axırıncı stadiya, 4-cü stadiya. Yani yaşamağına bir neçə ay qalıb. 3 ay, bəlkə də 6 ay, Allah bilir. Həkim buna deyir ki, və qayıdış yoxdur. Metastaz tüm bədənə verib səni qurtara bilmirik. Çox gec gəlmişsən, haradasan? Bu insan elə bil ki, ildirim bunu çaxır da həyatında. Bir sirkələmə baş verir, bu insan tamamilə ayılır. Gedir, həmən qusul alır. Mescidə gedir, əllərini açılır. Rəbbi ilə tənhada, xəlvətdə qalır. Hönkür-hönkür ağlayır, Allah'tan üzr istəyir və Allah'a dönür. Namazlarını bərpa edir, tövhidini bərpa edir. Mesciddə birinci səhvdən əl çəkmir. Artıq ölüm qapıdadır. Başa düşür ki, həyatında olan qırmızı ağ Ferrari'lər burada qalacaq. Ahirete getməyəcək. Neyinir? Onların hamısını satır, sədəq edir. Bütün saat koleksiyalar hamısını sədəq edir. Satır ya da ki sədəq edir. Və neyinir? Allahla özü arasında əhd peyman kəsir. Ya Rab, sənə həmdü sənalar olsun. Bu hədiyəni mənə verdin. Onu verilişə dəvət edirlər. Müxbir ondan soruşur bu xəstəlik haqqında. Deyir, mən bu xəstəliyimi Allah'tan bir hədiyyə qəbul edirəm. Deyir, ne üçün hədiyyə? Deyir, Allah istəsəydi məni zəngin ikən, afiyet ikən, sağlam ikən öldürərdi. Amma harada öldürəcəkdi? Klubda, barda. Əlimdə şərab badəsi və pozğun bir həyat. Məhv olacaqdım. Nə namazı var, nə cənabət quslu var, nə iman, nə heç nə. Çıxıb məhv olub gedəcəkdim. Halbuki Allah lütf eləmişdir. Müsəlman ailəsində dünyaya gəlmişəm. Amma Allah lütf elədi, məni qaytardı. Bu insan neyinir? Allahla özü arasında əhd peyman bağlayır. Rabbim ömrümü biraz uzat ki, mən bir xeyriyyə cəmiyyət açacağım. Və bütün var dövlətimiz, sərvətimin əksər hissəsini qul haqqından başqa istisna, onları vakıf edəcəm. Doğrudan da Allah Teala bunun duasını icabət edir. Bu insan böyük bir xeyri cəmiyyəti açır. Bütün var dövləti, sərvəti Afrikada quyu qazmaq, məscidlər, məktəblər tikmək, ac insanları gedir Afrikalı uşaqlar öz əllərini yedizdirir. Böyük işlər görür. Verməmişdən qabaq o həyat yoldaşının ailəsində mirasını və qul haqlarını ayırır, nə ki vəsiyyətdir. Qalan hamısını vakıf edir. Allah da buna möhlət verir. 4-6 ay yaşayacaq, ömrü 6 ilə kimi uzadır. Və deyir ki, bu Allah da mənə bir hədiyyədir.